Makrotekamülü isbat edən paleontoloji dəlillər. Biz bilirik ki, yer üzərində təkamül, həm mikrotekamül, həm də makrotekamül ilə baş vermişdir. Mikrotekamül qısa bir zamanda baş verən təkamül formasıdır və mikrotekamül nəticəsində sonda növlərin yaranması ilə başa çatır. Və mikrotekamül qısa müddətdə olduğuna görə insanlar tərəfindən izlənilə bilər. Ən uzun təkamül isə makrotekamüldür. Makrotekamül uzun sürən bir təkamül olduğuna görə insanlar tərəfindən izlənilmir. Yəni illər ərzində baş verən təkamül makrotekamüldür. Makrotekamül nəticəsində bəzi arxeoloji qazıntılar nəticəsində canlılarda məsəl üçün diş, sümük, çanaq, dırnaq kimi qalıqlar tapılmışdır. Və makrotekamülü sübut edən bir çox paleontoloji dəlillər vardır. Bu dəlillər hansılardır? Stratiqrafik dəlillər, izotop, keçid formalar, filogenetik sıralar, qitələrin dreyfi. Bunları əzbər bilməliyik. Yəni makrotekamülü sübut edən paleontoloji dəlillər hansılardır? Hər biri haqqında məlumat verək. Stratiqrafik dəlillər nə deməkdir? Müxtəlif geoloji dövrlərdə tapılan canlıların qalıqlarına əsasən ən qədim qatlarda onurğasız heyvanlar tipinə, sonrakı qatlarda xordallar tipinə, ən üst qatda isə müasir canlıların qatlarına rast gəlinir. Yəni müasir dövrdə yaşayan bitki və heyvan qaltılarına rast gəlinir. Bu oldu stratiqrafik dəlillərin sübut etdiyi dəlillər. Digər dəlillər izotop dəlillərdir ki, çöküntü süxurlarının yaşı onlarda radioaktiv maddələrdə olan izotoplara görə müəyyən olunur. Və bu radioaktiv maddələrin miqdarına görə də yer qatının yaşını təyin etmək mümkündür. Və biz də bilirdik ki, yer üzərində həyatın əmələ gəlməsində yer qatının yaşı təqribən 4-5 milyard il əvvəl hesab olunur. Keçid formalar. Keçid formalar geoloji dövrdə bitki və heyvan qalıqları aşkar edilmişdir. Lakin bu bitki və heyvan qalıqları arasında, yəni müasir bitkilərlə qədim bitkilər arasında keçid formalar vardır. Və bu heyvanlarda da bu cürdür. Məsəl üçün, hər biri testlərə düşür, hər birini diqqətlə bilməliyik və əzbər bilməliyik ki, məsəl üçün, trilobitlər. Trilobitlər həlqəvi qurtlar tipi ilə buğumayaqlı qurtlar tipi arasında keçid formu hesab olunur. Yəni biz də bilirdik ki, buğumayaqlar öz başlanğıcını həlqəvi qurtlar tipindən götürüb, lakin onlar arasında keçid trilobitlərdir və trilobitlər əmələ gəlmişdir proterozoy erasında. Hər birini burada deyirəm, diqqətli olaq, proterozoy erasında əmələ gəlmişdir. Trilobitlərin geniş yayılması isə paleozoy erasının Kembri dövründə idi. Lakin trilobitlərin nəsli kəsildi paleozoy erasının Perm dövründə. Bəs bunların buğumayaqlarda da olduğu kimi sinir sistemində, tənəffüs orqanlarında, bədənlərin buğum şəklində olmasına görə oxşardır. Və trilobitlərin hər buğumunda bir cüt ətraf olmuşdur. Yadınızda qalsın, trilobitlər ən böyük taksonomik qruplar arasında keçid formadır. Çünki tip ən böyük taksonomik vahid olduğuna görə iki tip arasında olan keçid forma hesab olunur. Digər keçid formamız ixtiostekadır. İxtiostekada iki sinif arasında olan, bu da böyük bir taksonomik vahiddir, sinif arasında olan, yəni balıqlarla suda qurda yaşayanlar arasında keçid forma hesab olunur. Şəkillərini də tanımalıyıq. İxtiostekanı həm onun üzgənclərinin, həm də ətrafları olmuşdur. Bədənlərin üzəri pulçuqlarla örtülmüşdür. Lakin onlar öz başlanğıclarını onlara oxşar olan, daha doğrusu stekosefallar da hətta sürünənlərin əlamətlərinin olduğu güman olunur ki, iç quruya çıxan heyvan məhz stekosefallar hesab olunur.
Digər burada məsəl üçün köhnə kitablarda verilmişdir katalizavrlar. Katalizavrlar qədim sürünənlərdir. Onlar suda, qurda yaşayanların əlamətlərinə də rast gəlinir. Katalizavrlar daha sonra dərslikdən çıxarılıb. Burada aşağıda verilib ki, inastransiya. İnastransiya isə sürünənlərlə məməlilər arasında, yəni iki sinif arasında, sürünənlər sinifi ilə məməlilər arasında keçid formadır və o kəllənin, onurğanın, ətraflarının quruluşuna görə nədir? Məməlilərə oxşarlıq daha çox olmuşdur. Bu heyvanların da dişləri məməlilərdə olduğu kimi kəsici, köpək, azı dişlərinə bölünmüşdür. Biz bilirik ki, dişlərin ixtisaslaşması ilk dəfə sürünənlər sinifində yırtıcı dişli sürünənlərdə əmələ gəlmişdir. Perm dövründə, yəni dişlərin ixtisaslaşması ilk dəfə məməlilərdə əmələ gəlməyib. Diqqətli olun, ilk dəfə yırtıcı dişli sürünənlərdə Perm dövründə əmələ gəlmişdir. Yəni inastransiyada məməlilərlə sürünənlər arasında keçid formadır və dişlərində ixtisaslaşma baş vermişdir. Digər keçid formalar bitkilər arasında keçid forma olan psilofitlərdir. Psilofitlər nədir və hansı canlılar arasındadır? Yosunlarla bunlar ali sporlu bitkilər arasında keçid forma hesab olunur. İç quruya çıxan bitkilər hesab olunur. Və yadınızda qalsın, bitkilərin quruya çıxması ilk dəfə Ordovik dövründə baş vermişdir. Heyvanların quruya çıxması isə Silur dövründə baş vermişdir. İç quruya çıxan heyvanlar bilirik ki, boğumayaqlılar və molluskalar tipinin nümayəndələri olmuşdur. Lakin bitkilərin quruya çıxdığı dövr isə Ordovik dövründə olmuşdur. Dəniz kənarlarında bitən canlıdır. Ağac və ota bənzər formaları vardır. Üzərində pulçuqlar olmuşdur. Hətta kökümsova, yeraltı hissələri kökümsova bənzəmişdir və rizoidləri vardır. Yəqin ki, bilirsiniz ki, rizoidlər kök funksiyasını yerinə yetirən hissədir. Rizo kök deməkdir elə. Məsəl üçün, ibtidai bitkilərdə, məsəl üçün, lamlar reyonsununda rizoidlər var. Mamırlarda rizoidlər var. Daha sonra qıcıkimlərin protalında cinsi nəsli olan protalda rizoidlərə rast gəlinir. Və bunlarda da təbii ki, mexaniki, ötürücü, örtük toxmaları olduğu da güman edilir. Digər bir keçid forma Archaeopteryxdir. Lakin Archaeopteryx ilə öncədən demək istəyirəm ki, birbaşa sürünənlərlə quşlar arasında keçid formada olsa, yəni onlar sürünənlər və quşlar arasında keçid forma kimində əlaqələndirəcək, amma hazırki dövrdə, müasir dövrdə birbaşa sürünənlər və quşlar arasında keçid forma kimi götürmürlər. Hansı oxşar xüsusiyyətləri var? Quşlara oxşar xüsusiyyətləri lələklərin olması, ön ətrafların qanadlara çevrilməsi, pəncə lülləsinin olması, içi boş sümüklərinin olması, çəngəl sümüyünün olmasına görə quşlara oxşayır. Çəngəl sümüyünü quşlarda hansı sümüklər əmələ gətirirdi? 2 ədəd körpücük sümükləri, 1 ədəd çəngəl sümüyünü əmələ gətirirdi. Yura dövründə əmələ gəlmişdir. Mezozoy erasının Yura dövründə əmələ gəlmişdir. Lakin sürünənlərə oxşar xüsusiyyətləri isə uzun quyruq fəqərələrinin, qarın qabırğalarının olmasına görə, pəncə sümüklərinin bitişməməsinə görə sürünənlərə oxşardır. Deməli, quyruq fəqərələrinə görə, qarın qabırğalarının olmasına görə, bir də pəncə sümüklərinin bitişməsinə görə sürünənlərə oxşardır. Yadınızda qalsın və yadımıza salaq ki, biz bilirdik ki, sürünənlərdə döş fəqərələrinə, həm də bel fəqərələrinə qabırğalar birləşirdi. Bel fəqərələrinə birləşən qabırğalar qarın qabırğaları adlanırdı. Və bunlarda da rast gəlirdi. Lakin bunlar uça bilmirdilər. Döş dili inkişaf etməmişdir. Uça bilməyən Archaeopteryxlər yalnız ağacdan ağaca süzmə hərəkəti etmişdir. Və Archaeopteryxlərin ətraflarında, həm ön ətrafında, həm də arxa ətraflarında hər ikisində birlikdə ön ətraflarda, məsəl üçün 14 barmaq, arxa ətrafda da 14 barmaq, hər barmağın ucunda da bir ədəd caynaq vardı. Yəni 14 barmaq və 14 caynaqdan təşkil olunmuşdur.
Digər keçid formalara filogenetik sıraları misal göstərə bilərik. Bir çox arxeoloji qazıntılar nəticəsində bir çox canlıların filogenetik sıraları müəyyənləşmişdir. Bunlar hansılardır? Dırnaqların, yırtıcıların, molluskaların, xortumların filogenetik qruplarını göstərmək olar. Dırnaqların nümayəndəsindən olan atın filogenetik sırası haqqında məlumat verək və atın filogenetik sırasını müəyyən edən alim Kovalevski müəyyən etmişdir və biz bunun hər bir sırasını, ardıcıllığını əzbər bilməliyik. Phenocodus, Eihopus, Merhopus, Hipporion, Moasir at. Yenə deyirəm, bu ardıcıllığı əzbər yadımızda saxlamalıyıq. Phenocodus, Eihopus, Merhopus, Hipporion, Moasir atdır. Atın ilk əvvəl olan nümayəndəsi olan, məsəl üçün Phenocodus da tülkü boyda olmuşdur və bu sıçrayışla hərəkət edirdi. Ətraflarında barmaqları 5 barmaq, öndə də 5 barmaq, arxada da hər ətrafında 5 barmaq, yəni ümumilikdə 20 barmağı vardır. Və öncə qaba qidalarla qidalandığına görə dişləri qabarıq vəziyyətdə olmuşdur. Lakin sonraki Neogen dövründə Mezozoy erasının, hər birinə xahiş edirəm diqqət yetirək. Neogen dövrünün sonunda hava şəraitinin əlaqəli olaraq bu nə edir? Dəyişkənlik baş verir. Neogen dövründə, Mezozoy erası Neogen dövründə nə baş verir? Təbii seçmə nəticəsində, yəni uzun müddət ərzində ətrafları uzanır, barmaqlarının sayı azalır. Bax, diqqətli olaq. Ətraf sayı yox, testdə diqqət yetirik. 4 ədəd ətrafı var. Barmaqlarının sayı azalır, ətrafları uzanır və sürətlə qaçır. Bu zaman qidada da qaba yemlə onların dişlərinin qırışıqlı olması ilə nəticələnmişdir. Lakin müasir dövrdə isə qabarıq dişləri büküşlü dişlərlə əvəz olunmuşdur. Barmaqlarının saylarının azalması necədir? Necə? Bunlar da barmaq sayında 3-cü barmaqları yaxşı inkişaf etmişdir. 2-ci və 4-cü barmaqlar rudiment şəklində qalmışdır və onurğası da təbii ki, qaçmaq ilə əlaqədar olaraq möhkəmlənmişdir. Bax, belə, yəni barmaqları rəqəmləsək 1, 2, 3, 4, 5. Ortada yerləşən 3-cü barmaq hal-hazırda inkişaf etmiş barmaqdır. Müasir atlarda da var. Lakin 2-ci və 4-cü barmaqlar rudiment barmaqlar, 1-ci və 5-ci barmaqlar isə qalıq, yəni artıq sıradan çıxmış barmaqlar hesab olunur. Diqqətli olaq. Deməli, Phenocodusda 20 barmaq vardı, lakin digərində Eihopusda, Merhopusda, Hipporionda necə idi? Bunların baxaq. Yox, üzr istəyirəm. Burada Eihopusda da fərqlidir. Eihopusun öndə ətraflarında 8, arxada 12 barmaq vardı. Ümumilikdə 14 barmağı var. Düzdürmü? Ön ətraflarında 8, arxada 6, ümumilikdə 14 barmağı var. Yəni arxa ətraflarında 3 barmaq inkişaf etmişdi. Lakin Merhopus, Hipporion, müasir atda isə, bax bu bir dəqiqə, bu üçündə isə Merhopus, Hipporion, müasir atda isə hər bu üçündə neyləmişdi? 3 barmaq inkişaf etmişdi. Deməli, 4 ətrafı varsa, neçə barmaq inkişaf etmişdir? 3 barmaq olduqda 4 barmağı inkişaf etmişdi. Rudiment barmaqlar hansılar idi? 2-ci və 4-cü barmaqlar rudiment barmaqlar hesab olunurdu. 1-ci və 5-ci barmaqlar isə tamamilə sıradan çıxmışdır. Bu da atın filogenetik sırası, yəni testlərə düşən isə ən çox bu atın ardıcıllığıdır ki, məsəl üçün Eihopus hansı canlılar arasındaydı? Phenocodusdan Merhopus arasında, Hipporion müasir atla Merhopus arasında əmələ gəlmişdir. Digər isə paleontoloji qalıqlardan qitələrin dreyfi idi ki, qitələrin dreyfi alimlərin yürütdüyü fikirlərdən biri də qitələrin yer dəyişməsi idi ki, məsəl üçün alimlər fikir yürüdürdülər ki, Antarktidada məhv olmuş çoxlu kələzlər, qalıqlar aşkar edilmişdi. Biz bilirik ki, Antarktidada müasir dövrdə həyat yoxdur, canlılar yaşamır. Sadəcə olaraq həyat nə eləmişdi? Yer kürəsində sürüşmələr nəticəsində iqlim dəyişkənliyinə doğru heyvanlar şimala doğru çəkilmişdir. Bu da qitələrin dreyfidir.
Və burada testlərə diqqət baxsaq, üçüncü çalışmaya baxsaq, canlı qazıntılar adlanan heyvanlar göstərilmişdi. Onlar hansı heyvanların əlamətlərini daşıyır? Birinci şəkil neştərçədir ki, neştərçə onurğalı heyvanlarla onurğasızlar arasında keçid forma hesab olunur. İkinci şəkil latmeriya balığıdır ki, balıqlarla suda qurda yaşayanlar arasında keçid forma hesab olunur. Üçüncü şəkil qədim sürünlərdir ki, hatteriyadır ki, qədim sürünlərlə müasir sürünlər arasında keçid forma hesab olunur. Dördüncü ibtidai məməlilərdir ki, yəni yumurta qoyan məməli ördək burundur ki, ördək burun isə sürünənlərlə məməlilər arasında keçid forma təşkil edir. Biz bilirik ki, ördək burun həm sürünənlərin, həm quşların, həm məməllərin xüsusiyyətlərini özündə daşıyan əlamətlərə malikdir və sürünənlərlə məməllər arasında keçid forma təşkil edir. Digər mövzumuz makrotəkamülü isbat edən embrioloji dəlillər. Birinci mövzumuz oldu ki, makrotəkamülü sübut edən paleontoloji dəlillər, digərləri isə embrioloji dəlillərdir. Ümumiyyətlə, embrioloji dəlillər biz bilirik ki, hər bir canlının fərdi inkişafı embrional və postembrional dövrdən ibarətdir. Hələ qədim zamanlardan Darwin özü də təkamüldə, embrional dövrdə canlıların, onların əcdadının təkrar etdiyini göstərmişdir. Lakin biogenetik qanun isə 19-cu əsrdə, diqqətli olaq bu hissədə, biogenetik qanunda Müller və Hecker biogenetik qanun yaratdı və bu qanuna görə hər bir fərd öz inkişafının daxil olduğu növün tarixi qısa şəkildə təkrar edir. Yəni ontogenes filogenesin qısa təkrarıdır. Ontogenes nə deməkdir? Orqanizm mayalama anından, yəni zigot yarandığı andan ölümünə qədər olduğu dövr ontogenes dövrü idi. Filogenes isə canlıların tarixi inkişafıdır. Və bu biogenetik qanunu yaradan alimlər Müller və Haeckel olmuşdur və diqqətli olaq, Haeckel aliminin özünün də Təbii Yaradılış adlı tarixi müəllifidir və bundan əlavə də Müller isə embriologiya elmində daha böyük fəaliyyətlər göstərmişdir və Müller özünün həşərat və çiçəklərin qarşılıqlı əlaqəsinə aid də bir çox işlər görmüşdür. Gəlin baxaq, öncə deyək ki, embrioloji dəlillərdə bu nə deməkdir? Hər bir canlı dedik ki, məsəl üçün bir hüceyrələr və çox hüceyrələr, onurğasızlar və onurğalılar müxtəlif siniflər arasında rüşeymlərində oxşarlıq var. İlk dəfə olaraq canlılarda rüşeymlərində oxşarlıq ən yüksək taksonomik vahiddə onun oxşarlığıdır. Yəni tipin oxşarlığıdır. Məsəl üçün insandan misal çəkəcəm. Biz insan xordallar tipinin, düzdürmü? Məməllər sinifinin nümayəndəsiyik. Lakin biz rüşeym halında ilk dəfə olaraq xordallar tipinə aid olan bədənimizdə xordanın olması, yəni rüşeymdə xordanın olması, udlaq yarıqlarının olması, beynin qovuqcuq şəklində olması, yəni xordallar tipinin xüsusiyyətlərini daşıyırıq. Ən sonda isə getdikcə tipdir, sinifdir, ən sonda növün xüsusiyyətlərini daşıyır. Və rüşeymdə ilk olaraq belə suallar da olur ki, hansı taksonomik vahidin xüsusiyyətlərini daşıyır? Tipin, ən sonda isə növün xüsusiyyətlərini daşımış olur. Öncə tipin, daha sonra növün xüsusiyyətlərini daşımış olur. Və biz də bilirik ki, onurğalı heyvanlarda bir inkişafı nədən başlayır? Bir hüceyrəli ziqotdan başlayır ki, ziqot özü mitoz yolla bölünərək bir çox mərhələlərə başlanğıc verir ki, bunlarda bir qatlı rüşeymə, blastula mərhələsinə testdə düşmüşdü ki, blastula neçə qatdan ibarətdir? Bir qatdan ibarətdir. Daha sonra blastuladan sonra gastrula mərhələsinə başlanğıc verir. Gastrula mərhələsində rüşeym 2 qatdan ibarətdir. Digər isə gastruladan sonra neyrula mərhələsidir ki, artıq orqan və toxumalarımız formalaşmağa başlamışdır. Davam edək. Baxın, bu şəkil hər hansı bir canlıların tarixi inkişafıdır. Bunlara diqqətlə baxaq. Məsələn,
qəlsəmələrdir, daha sonra ağciyərlərin inkişafıdır, ürəyin inkişafıdır, beynin inkişafıdır, ətrafların inkişafıdır və s. Bunların, yəni ətrafların deyəndə daha doğrusu bu birinci şəkil tük örtüyünün, məsəl üçün tükdür, lələkdir, pulçuqdur, daha sonra burada uzun borlu sümüklərdir, pulçuqlardır. Yəni dəri törəmələrinin inkişaf ardıcıllığıdır. Digəri isə bu nədir? Tənəffüs orqanlarının, qan damar sisteminin, sinir sisteminin, yəni baş beynin inkişafı göstərilmişdir. Bax bu şəkillərə əsasən belə bir sizə fikir yürütmək istəyərdim ki, məsəl üçün beyinciyi ən az inkişaf etmiş xordallar tipinin sinifindən qurbağaları misal göstərə bilərik ki, qurbağalarda beyincik zəif inkişaf etmişdir. Lakin beyinciyi yaxşı inkişaf etmiş quşlar və balıqları deyə bilərik ki, onlarda beyincik daha yaxşı inkişaf etmişdir. Və bu hissəyə xahiş edirəm diqqət yetirək. Birinci, onurğalı heyvanların inkişafı zamanı, ruşiyem zamanı əvvəl xorda, udulaqda qəlsəmə qövsləri əmələ gəlir. Ətrafları isə olmur. Bax, diqqətli olaq. Əvvəl xorda, udulaq qövsləri və ətrafları olmur. Daha sonra udulaq qövslərinin olması, ətraflarının olmaması, hamısında bir qan dövranının olması, kloakanın varlığı, böbrəklərinin quruluşu onların eyni mənşəyə olduğunu sübut edir. Və sistematik kateqoriyada yuxarıdan aşağıya doğru getdikcə, yəni tip, sinif, dəstə, fəslə, cins, növ ən sonda getdikcə ruşiyemin oxşarlığı azalır. Bəli, beləliklə də növün fərdləri bir-birinə daha yaxın olur, daha oxşar olur. Tipin isə eyni tipə daxil olan fərdlər isə daha az oxşar olur. Bu nə deməkdir? Bax, bu cümləni sizə belə başa salım ki, məsəl üçün elə insan üzərində. Biz insanıq, bəli, insan növüdür təbii ki. Və biz də xordallar tipinə aid edilirik. Balıqlar da, quşlar da, suda, qurda yaşayan sürünənlər də. Amma təbii ki, biz insanın balıqlarla biz oxşarlığını eyni götürə bilmərik. Düzdürmü? Tamamilə dağlar qədər aramızda fərq var. Amma insan növünün növ daxilində, insan növünə aid olan fərqlər daxilində biz bir-birimizdə daha sıx oxşarıq. Amma tipdə yox, fərqlidir. Və burada əlavə də onu deyim ki, məsəl üçün tip ən yüksəkdədir, düzdürmü? Xordallar tipi neçə yarım tipə bölünür, yarım tip siniflərə bölünür, siniflər dəstələrə və s. Yüzlərlə, milyonlarla ora fərd daxildir. Ona görə tipdə fərdlər çox olur, növ daxilində isə fərdlər az olur. Və növ müxtəlifliyi çox olur tipdə, təbii ki, növ müxtəlifliyi tipdə olar. Növdə isə yalnız bir növün əlamətini daşıyır da, düzdürmü? Hər hansı bir canlının bir növün əlamətini daşıyır. Yəni, növün fərdləri bir-birinə daha çox, eyni tipə daxil olan fərdlərdə isə oxşarlıq daha az oxşar əlamətlərə malik olur. Bu şəkillərə diqqət yetirək biz bilirdik ki, çömçə quyruğun inkişafıdır. Yəni, suda, qurda yaşayanların metamorfozla, dolayı yolla inkişafının şəkli göstərilib. Burada da gözəl aydın verilib ki, bu hissəyə diqqət yetirsək, qurbağanın sürfəsinin çömçə quyruğa, balığa oxşar əlamətləri, yəni hər birini bilməliyik, testlərə düşür. Quyruğun olması, üzgənclərinin olması, qəlsəmələrinin olması, ürəyin içi kameralı ürək olması, bir qan dövranı, yan xətt orqanı, ürək boşluğunda yalnız venoz qanın olması məhz çömçə quyruğu balığa oxşar xüsusiyyətləridir. Və yenə deyirəm, quyruqdur, üzgəncdir, qəlsəmədir, kameralı ürəkdir və s. Çömçə quyruq amma qurbağaya çevrildikdə yan xətt orqanı itir, bir qan dövranı yox, iki qan dövranı olur, qan dövranının sayı artır, hiss orqanlarının sayı azalır, ürəkdə qan növü artır, tək venoz idi, artıq 3 növ qan olur, düzdür? Bax, bunu özünüz məntiqlə düşünərək bildikləriniz əsasında fikir yürüdə bilərsiniz. Ürəyi, məsəl üçün, 2 kameralı idisə 3 kameralı olur. Qulaqçıqların sayı artır, mədəciklərin sayı dəyişmir. Tənəffüs orqanlarında növ müxtəlifliyi artır. Qəlsəmə idisə daha sonra ağciyərlər dəri oldu. Ətrafları uzun borlu sümüklərə, üzgənclər uzun borlu sümüklərə başlanğıc verdi. Digəri isə bu iki qanadlar sinifinin nümayəndəsi olan həşəratlar sinifində milçəyin inkişafıdır ki, milçək sürfəsi də qurda bənzəyir, ətrafları yoxdur,
motor qanadları yoxdur, baş hissəsi inkişaf etməmişdir ki, yəni qurdlardan başlanğıc götürdüyünü sübut edir. Ən vacib olan testlərə bu hissədə də diqqət yetirək. Deməli, biogenetik qanunu kəşf elədi Müller və Haeckel. Müller və Haeckel dedi ki, nə idi? Ontogeniz zamanı, filogenezin qısa və sürətli təkrarıdır. Lakin Schmalhausenlə Sversov alimləri belə qənaətə gəldi ki, canlılar ontogenizlərində əcdadının yetkin fərdinin yox, məhz embrional mərhələlərin əlamətlərini təkrar edir. Yenə deyirəm, yetkin fərdinin yox, məhz embrional dövrünün əlamətlərini təkrar edir. Burada diqqət yetirək. Beləliklə də biogenetik qan ontogenizlə filogeniz arasında əlaqələrə əsaslanaraq təkamülü isbat edən ən mühüm qanunlardan biri oldu. Və bu şəkildə neştərçəni göstərib, neştərçənin inkişafıdır. Digər şəkil isə ali sporlu bitkilər olan qıcının protalında əcdadına oxşarlıq. Biz bilirik ki, qıcı kimlər də başlanğıcını götürüb yosunlardan, ibtidai bitkilərdən başlanğıc götürülüb və bunlar lövhə şəkilli olan yosunlardandır. Məsəl üçün, cinsi nəsli qıcının bilirik ki, protaldır və protalda yaşıl rəngdədir, fotosintez həyata keçirir, rizoidləri vardır. Protalın üzərində cinsiyyət hüceyrələri əmələ gəlir, yəni cinsiyyət orqanı olan arxegoni və anterid əmələ gəlir. Anterididə spermatozoidlər, arxegonidə yumurta hüceyrə əmələ gəlir və mayalanma, məhz ziqotun yaranması protalın üzərində baş verir. Yəni, qıcının yetkin fərdi saprofit nəsildir, qeyri-cinsi nəsildir. Amma protalı isə cinsi nəsildir. Bu şəkilləri hər dəfə görəndə sizə istəyirəm ki, məlumat verim ki, hər yerdə bir şey yadımızda saxlasaq daha yaxşı olar. Digər makrotəkamül və müqayisəli anatomiya. Deməli, makrotəkamülü sübut edən embrioloji dəlilləri dedik, paleontoloji dəlilləri dedik. Digər isə müqayisəli anatomiyadır. Embrioloji dəlil embrion dövründə olan oxşarlıqlara əsasən müəyyən edir. Amma müqayisəli anatomiya dəlilləri isə müasir dövrdə yaşayan, müasir dövrdə yaşayanların daxili quruluşu ilə xarici quruluşuna baxaraq müəyyən bir nəticə çıxardır. Yəni, hal-hazırda yaşayan. Və bu şəkillərə təkrar sonra qayıdacağım. Bir dəqiqə zəhmət olmasa davam edək. Makrotəkamülü sübut edən müqayisəli anatomiyada dedik ki, müasir dövrdə yaşayan canlıların orqanlar sistemini müqayisə edərək təkamül nəticəsi çıxarır, nəticə verir. Və makrotəkamül də hər ikisi, həm mikrotəkamül dedik ki, divergensiya yolu ilə gedir və divergensiya yolu ayrılma deməkdir. Həm makrotəkamül, həm də mikrotəkamüldə divergensiya baş verir. Divergensiya qohum növlərdə daha tez müşahidə edilən homoloji orqanların yaranmasına səbəb olur. Bax, xahiş edirəm bu cümlələrin hər birinə diqqət yetirək. Deməli, homoloji orqanların yaranmasına nə səbəb oldu? Divergensiya oldu. Homoloji orqanlar nə deməkdir? Homo eyni deməkdir. Eyni mənşədən əmələ gələn orqanlar, lakin yerinə yetirdiyi funksiyalara görə bir-birindən fərqlənir ki, bunlar homoloji orqanlar adlanır. Yenə deyirəm, mənşəcə eynidir. Sadəcə yerinə yetirdiyi funksiyalara görə, quruluşuna görə, funksiyasına görə bir-birindən fərqlənən orqanlar homoloji orqanlardır. Və homoloji orqanlar divergensiya nəticəsində yarandı. Yəni, qohum növlərdə daha tez-tez müşahidə olunurdu. Məsəl üçün, homoloji orqanlara misal göstərərək biz su iti və delfinin ətraflarını misal göstərə bilərik. Düzdürmü? Hər ikisi nədir? Məməlilər sinifinə aiddir, lakin müxtəliflik var. Noxudun bığıcığı. Noxudun bığıcığı da yarpağın şəkil dəyişməsidir. Kaktusun tikanı da yarpağın şəkil dəyişməsidir. Hər ikisi mənşəcə nədən əmələ gəldi? Yarpaqdan. Sadəcə yerinə yetirdiyi funksiya fərqlidir. İnsanın qolu və yarasanın qolu da hər ikisi ön ətraflardır, lakin insanın qoluna fərqli olaraq yarasanın qolu uçmağa xidmət edir. Yəni, mənşəcə eynidir.
homoloji orqanları seçin dedikdə mənşəcə eyni olan orqanları seçə bilərik. Və dedik ki, makro təkamüldə həm divergensiyaya, həm də konvergensiyada rast gəlinir. Divergensiya nəticəsində homoloji orqanlar, konvergensiya nəticəsində isə analoji orqanlar əmələ gəldi. Və yadınızda qalsın, qeyd edin ki, makro təkamüldə konvergensiya daha tez-tez rast gəlinən bir prosesdir. Nədir bu konvergensiya? Oxşar mühit şəraitində müxtəlif sistematik qruplarda orqanizmlərin oxşar xüsusiyyətlər qazanmasıdır. Yəni, müxtəlif sistematik qruplar dedikdə, məsəl üçün, balıqlar, sürünlər, məməllər. Burada misal verib, düzdürmü? Burada misala diqqət yetirsək, akula balıqlara aiddir, düzdürmü? İxtizavr sürünlərə aiddir, düzdür? Balina isə, delfin isə məməllərə aiddir. Müxtəlif sistematik qruplara aiddir. Lakin su mühitində, oxşar mühitdə yaşadıqlarına görə onların oxşar bədən forması yaranmışdır. Eyni mühitdə yaşadığına görə eyni bədən forması yaratmışdır. Bu da nədir? Konvergensiyadır. Konvergensiya nəyə səbəb oldu? Analoji orqanların yaranmasına. Analoji orqanlar bəs nəyə deyilir? Analoji orqanlar, diqqətli olaq, mənşəcə müxtəlif olub, eyni funksiyanı yerinə yetirən orqanlar analoji orqanlar adlanırdı. Homoloji orqanlarda mənşəcə eyni idi, müxtəlif funksiyalar yerinə yetirirdi. Analoji orqanlarda isə mənşəcə müxtəlif olub, eyni funksiyanı yerinə yetirən orqanlar analoji orqanlar hesab olunur. Məsəl üçün, kəpənəyin qanadı ilə quşun qanadı. Kəpənəyin qanadı yadınızda qalsın, dəri çıxıntısıdır, müxtəlif mənşədən əmələ gəlib. Quşun qanadı isə ön ətrafdır, sümük mənşəlidir. Gördünüz, amma hər ikisinin funksiyası nədir? Uçmağa xidmət edir. Yarandığı yer fərqlidir, lakin funksiya uçmağa xidmət edir. Digərinə baxaq, köstəbək və dana dişinin ön ətrafları. Köstəbək məməli heyvandır, torpaqda yaşayır və onun ön ətrafları sümük mənşəlidir. Dana dişinin ön ətrafları isə dəri çıxıntısıdır. Dana dişi də bilirik ki, onurğasızlardan olan həşəratların düz qanadlar dəstəsinin nümayəndəsidir. Digərinə baxaq, zirincin tikanı, göyəmin tikanı. Zirincin tikanı yarpağın şəkil dəyişməsidir. Göyəmin tikanı isə gövdənin şəkil dəyişməsinə misal göstərmək olar. Yəni, zirinc mənşəcə müxtəlif oldu. Yarpaq, zirincin tikanı yarpaq, göyəmin tikanı gövdə, amma funksiyaları eynidir. Hər ikisinin funksiyası nədir? Onların zirincin və göyəmin tikanı özlərini heyvanlardan qorunmaqdır, bitkilər, qoruyucu funksiyasıdır. Digəri, boranın bığıcığı ilə noxudun bığıcığı eyni mənşəli deyil. Bəli, boranın bığıcığı gövdənin şəkil dəyişməsidir, noxudun bığıcığı isə yarpaq şəkil dəyişməsinə misal ola bilər. Beləliklə də, yəni analoji orqanlar mənşəcə müxtəlif olub, eyni funksiyanı yerinə yetirən orqanlar analoji orqanlardır. Nəyin nəticəsində yarandı? Konvergensiyada. Hansı prosesə daha çox təsadüf olunur? Konvergensiyaya. Deməli, makro təkamüldə həm divergensiya, həm də konvergensiyaya rast gəlinir. Mikro təkamüldə isə yalnız divergensiyaya rast gəlinirdi. Davam edək, rudiment orqanlar. Bəzi yaşlı heyvanlarda bir qisim orqanlar vardır ki, onlar öz funksiyalarını yerinə yetirmirlər, yəni rudimentə çevirirlər, rudiment orqanlarını. Heç bir funksiyanı yerinə yetirmirlər. Diqqətli olaq, köstəbək və kör siçanın gözləri rudimentdir. Bəli, həm köstəbək, həm də kör siçanlar torpaq altında yaşadığına görə onların gözləri rudimentdir. Hətta bunların qulaqları da rudimentdir. 7-ci sinif dərsində verib, qulaqları da rudiment orqandır. Balinalarda, diqqətli olaq, bəzi balinalarda və bəzi sürünlərdə arxa ətrafların qurşaq sümükləri rudimentdir. Qurşaq sümüklərə, xahiş edirəm, diqqət yetirək. Məsəl üçün, balinanın arxa ətraf qurşaq sümüyü rudimentdir. Arxa ətrafları ümumiyyətcə yoxdur, sərbəst hissəsi, sadəcə qurşaq hissəsi var, o da rudiment halındadır. İlanların da ümumiyyətlə ətrafları yoxdur, sərbəst hissəsi yoxdur. Yalnız ilanların ətraf sümüyünün qalığı, yəni
qurşaq sümükləri rudimentdir. Buradan da əlavə deyək ki, koramalda da demişdik ki, koramal pulçuqlar dəstəsinə aiddir, sürünənlərə aid edilmişdir. Lakin koramalın da qurşaq sümükləri deyil, var qurşaq sümükləri yaxşı inkişaf edib. Sadəcə onların sərbəst ətraflarının sərbəst hissəsi rudiment orqana çevrilmişdir. Məsəl üçün, uça bilməyən kivinin qanadı da rudiment orqandır. Qanad nədir? Ön ətrafların sərbəst hissəsidir və yəni ön ətrafların sərbəst hissəsi, yəni qanadları rudiment orqana çevrilmişdir. Digəri isə atavizmlərdir ki, məsəl üçün məməlilərdə biz üçüncü göz qapağını da rudiment orqan deyə bilərik. Digər atavizmlərdir ki, canlı orqanizmlərin inkişafı zamanı bəzən rudiment orqanlar inkişaf edir, əcdadlarının əlamətlərini xatırladır. Buna atavizm deyilir. Məsələn, bəzən insanlar quyruqlu doğula bilər, bəzən çox tüklü ola bilər. Hətta yadınızda qalsın, müxtəlif yumurta əkizləri də məhz bunlar atavizmlər hesab olunur. Müxtəlif yumurta əkizləri də məhz atavizm hesab olunur. Yəni atavizm nə deməkdir? Əcdada qayıtmaq. Məsəl üçün, yadınızda qalsın, diqqətli olun, testlərə bizi çaşdırmaq üçün sualı ola bilər. İnsan dünyaya gəldikdən sonra həmən uşaqda çox tüküllük varsa, bu atavizmdir. Amma embrional dövründə biz bilirik ki, 3-cü və 4-cü ayında embrional dövrünün cift mərhələsində dölün üzəri çoxlu tüklərlə örtülür. Bu atavizm deyil, embrional mərhələni sübut edən bir dəlildir embrional dövrdədir. Amma o tük qalırsa uşaqda, anadan da doğulanda çoxlu tüklə doğulursa atavizmdir. Yox, sonradan tökülüb itirsə, bu nədir? Embrionoloji sübut edən bir dəlildir. Öncə indi bu bayaqki şəkilə dala qayıtmaq istəyirəm. Birinci, ikinci və üçüncü şəkillərdir. Birinci şəkillər, məsəl üçün, yarpağın şəkil dəyişmələridir. Bunlar hansılar? Noxudda bığıcıqdır, kaktusda tikana çevrilmişdir, milçək tutan bitkilərdə tükücüklərə çevrilmişdir ki, bunlar mənşəcə eyni olan yarpaqdan əmələ gəlibdir. Yarpaq, amma funksiyaları müxtəlif olduğuna görə homoloji orqanlara aid edilir. Digər ikinci şəkil konvergensiyadır ki, bunlar da analoji orqanlara hesab edilir. Mənşəcə müxtəlif olub, eyni funksiyanı yerinə yetirir. Üçüncü şəkil isə bunlar, məsəl üçün, ətraflardır. Ön ətrafların şəkili göstərilib ki, bunlar mənşəcə eynidir. Homoloji orqanlardır, lakin funksiyaları müxtəlifdir. Dördüncü şəkil isə, məsəl üçün, quşun ön qanadı ilə kəpənəyin qanadını göstərib. Bunlar isə mənşəcə müxtəlifdir. Biri sümükdür, digəri dəri çıxıntısıdır. Bunlar isə analoji orqanlara misal göstərə bilərik. Məsəl üçün, bu şəkilə də diqqət yetirək. Zirincin tikanı və nepentisin yarpağı. Bayaq da dedim ki, zirincin tikanı, nepentisin yarpağı yarpağın şəkil dəyişməsidir. Vegetativ orqanımız olan yarpağın şəkil dəyişməsidir ki, məhz homoloji orqanlara misaldır. Bax, bu ikisi. Qarpızın bığıcığı və göyəmin tikanı. Qarpızın bığıcığı gövdə mənşəlidir, göyəmin tikanı da gövdə mənşəlidir. Hər ikisi hansı onda nədir? Eyni mənşəli olduğuna görə homoloji orqanlara misaldır. Kaktusun tikanı, noxudun bığıcığı. Hər ikisi yarpağın şəkil dəyişməsidir və homoloji orqanlara misaldır. Yəni, bu şəkildə verilənlər homoloji orqanlara misaldır. Birinci şəkil yarpağın şəkil dəyişməsi, ikinci gövdənin şəkil dəyişməsi, üçüncü isə yarpağın şəkil dəyişməsidir ki, yenə deyirəm, hər üçü homoloji orqanlara aid edilir. Digərinə baxaq, analoji orqanları müəyyənləşdirin. Analoji orqanlar dedikdə tez fikirləşirik ki, mənşəcə müxtəlif olub, eyni funksiyanı yerinə yetirsinlər. Qarpızın bığıcığı və boranın bığıcığı. Hər ikisi gövdə mənşəlidir. Eyni mənşəlidir. Analoji deyil. İpək qurdunun qanadı və göyərçinin qanadı. Bəli, məsələ cavabımız B variantıdır ki, dedik ki, İpək qurdunun qanadı dəri çıxıntısıdır həşəratlarda. Göyərçinin qanadı isə sümük mənşəlidir. Bəli, bunlar analoji orqanlardır. Pələngin ön ətrafı və quşun qanadı homoloji orqanlardır. İnsanın əli, yarasanın qanadı homoloji orqanlardır. Tırtılın döş ayaqları, bəli, biz bilirdik ki, kəpənəklər
hörümlərin tırtılında 3-5 cüt qarıncıq ayaqları var və 3 cüt də döş ayaqları var. Hörüm hər ikisi ətrafdır. Döş ayaqları dəri çıxıntısı olan ətrafdır ki, bunlar da homoloji orqanlara aiddir. Yalnız B variantında verilənlər analoji orqanlara misaldır.